Ümumiyyətlə, Rəmaməm, son dövrlərdə İran ətrafında artan gərginlik və tərəflərin bir-birlərinə qarşı sərt bəyanatlar səsləndirməsi, bir-birlərini hədələməsi, ümumiyyətlə, baş verən siyasi proseslərdən də tam aydın görünür ki, Amerika Birləşmiş Ştatları İranla hərbi əməliyyatlardan mümkün qədər çəkinməyə çalışır. Çünki əgər bu belə olmasaydı, elə həm Amerika Birləşmiş Ştatları, həm də İran tərəfi 2 həftəlik atəşkəslə bağlı razılığa gəlməzdilər. Hətta bu 2 həftəlik artıq 20 gündən çoxdur ki, bu razılaşma əldə olunubdur. İlkin razılaşmaya görə 2 həftə atəşkəs rejiminə əməl olunacaqdı, amma 2 həftənin tamamında Amerika Birləşmiş Ştatları və xüsusilə də Donald Trump bəyanat səsləndirərək bildirdi ki, biz yenidən bu atəşkəsi uzatmaq istəyirik və əsas məqsədimiz də odur ki, məsələni biz danışıqlar yolu ilə həyata keçirək. Amma görünən odur ki, danışıqlar heç bir real nəticə vermir. Çünki həm vasitəçilərin ciddi cəhdlərinə baxmayaraq, həm tərəflərin bir-birinə qarşı müəyyən qədər yumşaq və yaxud da ki, sərt bəyanatlarına baxmayaraq, danışıqlar elə necə başlandığı gündən necə qalmışsa o formada qalıb və heç bir irəliləyiş yoxdur. Çünki burada Amerika Birləşmiş Ştatlarının birmənalı olaraq tələbi, özdə sərt tələbi ondan ibarətdir ki, İran nüvə proqramından imtina etməlidir. O zənginləşdirilmiş uran, hansı ki, onun təxminən 400 kiloqram və yaxud da hansısa mənbələrdə 500, 600, 700 kiloqram nəzərdə tutulur. Hansı ki, bu da bəzi mənbələr bildirir ki, bu, belə deyək, çəki ilə uran hansısa bir nüvə silahının, atom bombasının hazırlanmasına yetərli deyil. Amma biz bu məsələlərdə İranın hansısa gizli üsullarla və yaxud da ki, gizli yollarla indiyə qədər əldə etdiyi uran və yaxud da nə qədər zənginləşdirib, bu barədə də tam dəqiq məlumat yoxdur. Yəni, iş bu həddə, yəni o həddə gəlib çatıbdır ki, artıq tərəflər bir-birlərini yenə də ən sərt formada hədələyirlər. Döyüş əməliyyatlarının başlanması ilə bağlı hədələr var. Dünən İranın parlamentinin, Milli Təhlükəsizlik Komitəsinin sədri də belə bir bəyanat səsləndirdi ki, artıq biz Amerika Birləşmiş Ştatlarının hər hansı hədəsindən qorxmuruq və biz bəlkə də uranın zənginləşdirilməsi ilə bağlı konkret o belə eyham vurdu ki, artıq İran güya nüvə silahına malikdir. Yəni, bununla da Amerika Birləşmiş Ştatlarını müəyyən hədələrlə hədələməyə çalışdı. Amma görünən odur ki, bugün atəşkəs nə qədər uzanırsa da tərəflər öz hədələrini, əzələ nümayişini hərbi dillə, hərbi ritorika ilə danışığı daha üstün tuturlar və mən hesab edirəm ki, bu proses çox uzun davam edə bilməz. Çünki nəhayət sonunda tərəflər yenə də bir-birləri ilə açıq müharibəyə girəcəklər. Çünki Amerika Birləşmiş Ştatlarının hərbi kontingenti, hərbi arsenalı İran ətrafındadır. Yəni, Körfəz ölkələri vasitəsilə İran demək olar ki, Amerika Birləşmiş Ştatları qoşunlarının əhatəsindədir. Eyni zamanda da əlbəttə ki, hava hücumu, hava balistik raketlər, ağır artilleriyadan atəşə tutulması məsələsi, yəni bu məsələlər də gündəmdədir. Amma yenə də mən İran parlamentarisinin o bəyanatında bir detalda vurğulamaq istəyirəm ki, onlar İran rəsmiləri belə düşünürlər və artıq bunu açıq etiraf edirlər ki, biz atəşkəsə ona görə razılıq verdik ki, bu müddətdən istifadə edərək vaxt qazanaq, hərbi potensialımızı daha da gücləndirək və bununla da yenidən Amerika Birləşmiş Ştatlarına qarşı və onun müttəfiqlərinə, İsrailə qarşı, Ərəb ölkələrinə qarşı, hansı ki, Amerika Birləşmiş Ştatlarının bu ölkələrdə çox belə böyük hərbi kontingenti, hərbi bazası var. İranın əsas məqsədlərindən biri də bu vaxtdan istifadə edərək yenidən özündə güc toplamaq, yenidən Amerika ilə bu qanlı toqquşmaya qoşulmaq niyyətindədir. Çox maraqlı bir açıqlama var idi İran parlamentinin üzvündən. Çox güman ki, onu da öz başına səsləndirməyib. Hökumətin mövqeyini, dövlətin, İranın mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Deyir, biz saflaşdırılmış uranı əgər təhvil versək, növbəti mərhələdə müharibə zamanı Amerika Birləşmiş Ştatları bizə nüvə silahı ilə hücum edəcək. Bilmirəm, bu real görsənə bilər, sadəcə təzyiq xarakteri daşıyan bir məsələdir. Rəmaməm, nüvə silahından istifadə məsələsi bir
o qədər də oldu, o qədər də asan məsələ deyil. Yəni artıq uzun 10 illiklərdir ki, dünyanın bir çox ölkələrində, məsələn Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Pakistanda, Hindistanda, digər ölkələr nüvə silahına malikdirlər. Amma hətta Rusiya-Ukrayna müharibəsində belə tərəflər ən son anda belə bir-birlərini nüvə silahı ilə hədələyirdilər. Yadınızdadırsa, müharibənin ilk illərində həm Vladimir Putin, həm belə deyək, Amerika Birləşmiş Ştatlarının Biden administrasiyası və sonra da Trump bir-birlərini nüvə silahı ilə hədələyirdilər. Amma biz bunun əksini gördük. Yəni, Amerika Birləşmiş Ştatlarının İrana nüvə silahı atması o qədər də real görünmür. Çünki biz bölgənin coğrafiyasına baxsaq, nə görürük? Əgər İrana nüvə silahından istifadə olunarsa, atom bombası atılarsa, ilk növbədə bu təkcə İran üçün deyil, İranın ətrafındakı bölgədə yerləşən bir çox ölkələr üçün ölümcül nəticələrlə nəticələnə bilər. Burada ilk növbədə İranın bilirsiniz ki, çox böyük kilometrlərlə Türkiyə ilə sərhədi var. Yəni, Türkiyədə NATO-nun əsas güclərindən biri olaraq, həm də Amerika Birləşmiş Ştatları ilə müəyyən münasibətlərə malik olan ölkədir. Eyni zamanda Cənubi Qafqaz ölkələri, bilirsiniz ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda Azərbaycanla və digər ölkələrlə sıx münasibətlər qurmağa çalışır və atom bombasından istifadə, yenə də qeyd etmək istəyirəm ki, təkcə İran üçün yox, elə bizim üçün də, Azərbaycan üçün də, Türkiyə üçün də, digər qonşu ölkələr üçün də böyük faciələrə gətirib çıxara bilər. Yəni, bu cür bəyanatlar İran siyasiləri tərəfindən, İran parlamentariləri tərəfindən və yaxud hakimiyyətin digər nümayəndələri tərəfindən müəyyən təxribatçı xarakterli açıqlamalar kimi qiymətləndirilməlidir. İndi bilirsiniz, bugün İran konkret olaraq blokadaya alınıb. Digər tərəfdən İran Avropa İttifaqı ölkələri tərəfindən çox ciddi iqtisadi sanksiyalarla üzləşib. Bugün Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen belə bir bəyanat səsləndirmişdi ki, biz İrana qarşı sanksiyaları demək olar ki, tam ləğv edə bilərik. Amma Avropa İttifaqı bu məsələdə uranın zənginləşdirilməsi və yaxud da İranın atom belə deyək, silahı hazırlamaq istəməsi ilə yox, daha çox İran daxilində insan haqlarının boğulması, repressiyaların güclənməsi ilə əlaqələndirir ki, yəni əgər İran bu sahədə müəyyən geri addımlar atarsa, repressiyaları azaldarsa, insan haqları, demokratiya yaradarsa, biz bu sanksiyaları ləğv edə bilərik. Amma yenə də qeyd etmək istəyirəm ki, burada Amerikanın ortaya qoyduğu sərt şərtlər yoxdur. Əsas sərt şərtlər İsrail və Amerika tərəfindən yenə də uranın zənginləşdirilməsi ilə bağlıdır. Burada Hürmüz boğazının açılması məsələsi də çox böyük siyasi və iqtisadi anlam daşıyır. Yəni, Amerika Birləşmiş Ştatları açıq aydın istəyir ki, Hürmüz boğazına nəzarət və yaxud da bu boğazdan əldə olunan iqtisadi gəlirlər İrana yox və Amerika Birləşmiş Ştatları da burada iqtisadi maraqlarını güdməyə çalışır. Çünki bilirsiniz, son günlər bu boğazın bağlanması ilə dünyada çox böyük enerji böhranı yaranıbdır. Hətta uzaq Çindən artıq narazılıqlar var. Çin də bu istiqamətdə öz qətiyyətli mövqeyini ortaya qoyubdur. Hətta belə məlumatlar var ki, Çin bu istiqamətdə hərbi kontingent göndərir və məsələnin daha çox güc yolu ilə həll olunmasına çalışır. Yəni, görünən odur ki, bugün İran hətta Amerika Birləşmiş Ştatlarında baş verən bu proseslərdən çox böyük itkilərlə özləşib. Salih bəy, onda belə çıxır ki, əgər Çin də Hörmüz ətrafına hərbi gəmiləri, esmines, freqatlar göndəribsə, müharibənin növbəti ikinci fazası başlayacaqsa, onda proseslərin içində Çin də olacaq. Əlbəttə ki, bilirsiniz, Donald Trump bu günlərdə belə bir açıqlama vermişdi ki, İranın blokadası, yəni Hürmüz boğazından söhbət gedir və digər sanksiyalardan söhbət gedir. Bu təxminən bir gün ərzində İrana 500 milyon dollar itirmək bahasına başa gəlir. Amma biz gəlin görək, təkcə itirən İran tərəfidirmi? Xeyr. Burada Amerika Birləşmiş Ştatları da böyük itkilərə məruz qalır. Körfəz ölkələri, Ərəb ölkələri, hətta uzaq Çin artıq görürsünüz, hərbi ritorika ilə danışmağa başlayıb, hərbi dillə hədələmə metoduna keçibdir. Yəni, burada əlbəttə ki, bütün tərəflər itirir. Əgər İran gün ərzində milyonlarla dollar itirirsə, buna paralel olaraq Amerika Birləşmiş Ştatlarında qazın qiyməti katastrofik formada qalxır. Yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır və əgər bugün
hansısa bir tərəf itirirsə, digər bir tərəf də itirir. Ona görə də konkret məsələnin təbiidir ki, iki yol var. Ya danışıqlar masasında məsələ həllini tapmalıdır, tərəflər razılığa gəlməlidir ki, bu mümkün görünmür. Çünki yenə də qeyd etmək istəyirəm ki, olduqca həlli mümkün olmayan tələblər səsləndirilir. Və bu həm İran tərəfindən, həm Amerika tərəfindən qəbul edilməyəcək. Hətta İranın və yaxud da Amerikanın milli maraqlarına konkret zidd olan məsələlərdir ki, bu məsələlər danışıqlar masasında həllini tapmayacaqdır. Ona görə də böyük ehtimalla tezliklə biz hərbi əməliyyatların ikinci fazasının, ikinci mərhələsinin şahidi ola bilərik. Və bunu biz təəssüf hissi ilə vurğulayırıq ki, əgər danışıqlar masasında hər hansısa bir nəticə əldə olunmasa, düzdür, bugün vasitəçi kimi Pakistan və yaxud da digər ölkələr də təzyiqlər göstərirlər ki, məsələ sülh yolu ilə həll olunsun. Hətta bilirsiniz ki, İranın Xarici İşlər Naziri dünən Rusiya səfər etdi və Vladimir Putinlə təxminən saat yarımlıq görüş keçirdi və bu görüşdə də müəyyən pərdə arxası bir çox məsələlər müzakirə olundu. İran yenə də Rusiyadan müəyyən dəstək almağa çalışır bu məsələlərdə. Ona görə də təbiidir ki, Rusiyanın başı bugün Ukrayna cəbhəsində qarşıdır, amma yenə də Rusiya ilə İran çox yaxın müttəfiq olduğu üçün, yaxın strateji münasibətlər qurduğu üçün bu məsələdə Rusiyanın da böyük təsiri və yaxud da təzyiqi ola bilər. Sahil bəy, İranın Amerika Birləşmiş Ştatlarına ötürdüyü son təkliflər paketi ki var, əsas 3 mərhələli prinsipdən söhbət gedir. Ağ Evdən gələn məlumatlara görə bu Donald Trumpı qane eləmir. Burada qane etməyəcək hansı detallar var? Hörmüz boğazının birinci açılması tələb olunur. Budurmu Trumpı sıxan? Yoxsa başqa bir bizim bilmədiyimiz və təhlil etmədiyimiz detallar var? Ümumiyyətlə, İran elə danışıqların ilk günlərindən bir neçə çox ciddi və sərt tələblər irəli sürübdür. Bu tələblərdən əsas tələblərdən biri Hörmüz boğazında konkret İranın üstünlüyünü təmin etməkdir. Yəni, İran çalışır və tələb edir ki, Hörmüz boğazını konkret olaraq özü idarə edəcəkdir və burada digər güclərə, digər 3-cü, 4-cü ölkələrə heç bir yer olmayacaqdır. Burada yəni söhbət iqtisadi dividendlərdən söhbət gedir. Əsas ikinci məsələ ondan ibarətdir ki, İran bugünə qədər müharibə dövründə Amerika Birləşmiş Ştatlarının İrana vurduğu hərbi, strateji, belə deyək, infrastrukturla bağlı olan itkilərin təzminatını almağa çalışır. Bu da Amerika Birləşmiş Ştatlarından konkret rədd edilsə də, amma sonra Donald Trump belə bir təkliflə çıxış etdi ki, biz iqtisadi fond yaradacağıq və bura bir neçə milyard dollar pul verəcəyik. Yəni, bu dolayısıyla İrana təzminat kimi başa düşülə bilər. Amma digər məsələlərdən biri də təbiidir ki, beynəlxalq təminat məsələsidir. Yəni, İran konkret olaraq çalışır ki, həm Amerika Birləşmiş Ştatlarından, həm də dünyanın bir çox nüfuzlu, nəhəng gücə malik olan ölkələrindən və yaxud da digər beynəlxalq təşkilatlardan təminat alsın ki, bir daha İrana qarşı hər hansısa bir hərbi müdaxilə olmayacaq. Bu da yəni sual altında olan bir məsələdir. Amerika bu təminatı vermək üçün nə baş verməlidir bölgədə, nələr yaşanmalıdır? Amerika bu təminatı verməsi üçün ilk növbədə Amerikanın da tələbləri var və şərtləri var. Bu nədən ibarətdir? Yenə də qeyd etməliyik. Uranın zənginləşdirilməsi məsələsi dayandırılmalıdır. İndiyə qədər zənginləşmiş uran Amerikaya təhvil verilməlidir və İran atom proqramından bir dəfəmlik imtina etməlidir. Ən azından Amerika Birləşmiş Ştatları çalışır ki, bir neçə 10 illik belə bir şərt qoysun. Amma İran bu məsələdə də geri addım atmır. Söz açığı gözlənilməz idi İranın bu mövzuda ümumiyyətlə güzəştə getməməsi və çox israr edir təkliflərini göndərəndən sonra və geri çəkilməyəcəyi ilə bağlı müxtəlif mesajlar da ötürür. Bilirsiniz, Rəhman, mən bugün İran daxilində də müxtəlif, belə deyək, siyasi baxışlar, ümumiyyətlə, siyasi idarə etmədə, ölkənin idarə etməsində çox böyük problemlər var. Yəni, fikir ayrılıqları var. Bilirsiniz ki, son dövrlərdə İran prezidentinin mövqeyi bir başqadır. Danışıqlarda əsas üzdə olan fiqur bugün İranın Xarici İşlər Naziri Araqçıdır. Və burada Sepah amili də çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, hətta Sepahın bir çox ziddiyyətli bəyanatları olmuşdu. Həm İran prezidentinə qarşı, həm İranın Xarici İşlər Nazirinə qarşı, həm də digər hökumət nümayəndələrinə qarşı. Yəni, bugün Amerika Birləşmiş Ştatları və xüsusilə Trump da belə bəyanat səsləndirmişdi ki, biz İranda
hakimiyyət daxilində baş verən fikir ayrılıqlarına görə çox narahatıq və sonda kiminlə razılaşacağımızı belə təxmin edə bilmirik. Yəni, bu məsələlərdə də müəyyən boşluqlar var. Bilirsiniz ki, İranın o Molla rejiminin, o bilirsiniz, İslam Respublikasının ümumiyyətlə təməlində belə bir idarəçilik prinsipi dayanırdı ki, əgər ölkədə müharibə olacaqsa, xaos yaranacaqsa, hər vilayətin özünün bir hüququ var ki, deyək ki, hər bölgənin həm siyasi baxımdan, həm də eyni zamanda hərbi kontingenti özləri son anda qərar verərək müəyyən addımlar ata bilər. Yəni, bugün bu istiqamətdə də ciddi problemlər olduğu üçün Amerika Birləşmiş Ştatları ilə İran arasında razılaşma hələ ki mümkün görünmür.